sizin düşüncənizdir. Ana niyə fədakar olmalıdır? Necə olmalıdır? Fədakar ana bədbəxt anadır. Bədbəxt ana da fədakarlıq bədbəxtçilikdir. Sən özündən daima keçirsən. Mən xoşbəxt deyiləmsə mənim övladım heç bir zaman gülə bilməz. Övlad mənim aynamdır. Bir valideyn xoşbəxtdirsə, övladı da xoşbəxtdir. Yox, biri evdə demagogdursa, biri də fədakardırsa, o övlad o evin aynasıdır və orada xoşbəxtçilikdən söz gedə bilməz. Sizcə sadəcə ana olmaqla xoşbəxt olmaq mümkün deyil? O burdadırsa o ana, təkcə o ana olmaq istəmədi. O qabağa da getmək istədi. Ana Yəni, ola anada bilər. olmaq, arxada Mən də olmaq anayam, deməkdir. mənim də övladım var, onun da həyatı var, onunla da Yox, siz məşğul deyirsiniz ki, o olmaq. təkcə ana olmaq istəmədi, qabağa getmək istədi. O nə deməkdir? Sadəcə ana olmaq, arxada qalmaq deməkdir. Onun da Sizin seçimidir. düşüncənizdə. Yox, niyə? O qədər gözəl analar var ki. Deməli, bu adam əgər yaxşı anadırsa və ana olaraq da xoşbəxtdirsə, qoy olsun Xoşbəxt da. olsaydı o girməzdi universitetə, gəlməzdi, burada qabağımda oturmazdı. O nəysə başqa bir şey istəyir. O burdadır artıq. Bəlkə onu da başqaları kimi beynini yuyublar ki, uğurlu olmaq üçün, qabağa getmək üçün mütləq işləmək Yox, lazımdır. heç kimin beyni yuyub təlimdə otuzdurmaq mümkün Yox, yox, deyil. onun ora gəlməyin səbəbi təlim idi. O təlim ki, o ana olaraq xoşbəxtdir, amma ona baxmayaraq yenə də nəsə yoxlayır. Çünki bütün cəmiyyət deyir ki, sən mütləq ki işləməlisən ki, qabağa gedəsən. Onun Hansı öz qabağa? seçimi